Hörmətli izləyicilər, biologiya sevərlər, 8-ci sinif iş dəftərindən fotosintez mövzusundakı sualların izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysinizsə bəyən butonuna basmağını xahiş edirik. Deyir ki, alimlər günəbaxan bitkisinin yapraklarında fotosintez sürətini ölçürlər. Fotosintez sürətini ölçmək üçün şəkildə göstərilen aparatdan istifadə rütubət və temperatur sabitdir. Hava deməli, temperatur elmi karbon qazı, burada 400, digəri isə 360, kamera 1, kamera 2. Kamerada rütubət rütubət yüksələrsə, əgər dedik ki, bu zaman fotosintezin sürəti artacaq, sonradan isə sabit qalacaqdır. Kamerada temperatur yüksələrsə, ümumiyyətlə yadınıza saxlayın ki, temperatur 25-30 dərəcəyə kimi maksimuma çatır. Ondan sonra isə temperatur yüksəldikcə fotosintezin sürəti azalır. Nəyə görə? Çünki fotosintez fermentlərinin fəallığına aşağı düşür. Ona görə də əvvəl artıb, sonra isə azalacaqdır. Kameraya daxil olan havanın tərkibində azot qazının miqdarının dəyişməsi sürətinə təsir edərmi? Xeyr, çünki fotosintez prosesi zamanı azot qazından istifadə etmirik, karbon qazını bizə lazımdır. Tədqiqatçı tədqiqat zamanı işığın udulan və qaranlıqda buraxılan karbon qazı miqdarını ölçdülər. Alınan nəticəni qrafikə təqdim olunmuşdur. Hər santimetr yarpaq sahə tərəfindən udulan və ya buraxılan karbon qazının miqdarı burada şəkildə verilib. Biz bura baxsaq, diqqətlə baxsaq, bu şəkil hissələrə ayrılıb 1, 2, 3, 4, 5. Yəni, bir dənə xana, 60-dan 40-ını çıxsaq neçə edir? 20. 20-ni də 5-ə bölsək, bu da eləyəcək 4. Yəni, bir xana 4 dərəcəyə uyğun gəlmiş olur. Deməli, məhsullu yüksək olduğu sahə, yüksək olduğu buradan da gördüyünüz ən yüksək qiymətlə də 15-20 dərəcə arasında olmuşdur. Bitkinin yarpaq udulan karbon qazının azalmasının səbəbi nədir? Temperatur artdıqca fotosintez fermentlərinin fəallığı azalır. Fəallığı azaldığı üçün də fotosintez sürəti aşağı düşür. Fotosintezin sürəti aşağı düşdüyünü udulan karbon qazının miqdarı da azalmış olacaqdır. 20 Selsius temperaturda 5 sm yarpaq sahəsində nə qədər karbon qazı udulmuşdur. Gələk keçək. 20 Selsius temperatur budur və burada görürük ki, bir xanadan əksikdir. 140-dan 4-ün çıxsaq neçə eləyəcək? 136. Deməli, 1 sm kub üçün 136-dır. Bizə də 5 sm kub üçün soruşduğuna görə vuracaq bunu 5-ə. 136-nın altını 5-ə vursaq neçə eləyəcək? 30 eləyəcək. 3-ü 5-ə vuranda 15, 3 deyədəydi 18, 5, bir deyədə 680. Yəni, alınan karbon qazının miqdarı olacaq 680. Fotosintez sürətə xarici amilləri adlarını yaz və fotosintez sürət asıllıq qrafikini çək. Fotosintez sürətinə təsir edən xarici amillər işıq, karbon qazı, su, temperatur aiddir. Deməli, buna tutalım ki, bizim işığın intensivliyi yazsaq, buna işığın intensivliyi yazsaq, bunun sürəti artacaq, sonra isə sabit qalacaq. Sonra fotosintez sürətinə təsir edən karbon qazının miqdarıdır. Burada tutsun karbon qazı yazsaq, burada müəyyən karbon qazı var da, müəyyən miqdardan sonra qalxacaq. Sonra isə yenə də qalxacaq, sonra yenə sabit qalmış olacaq. Su buxarının miqdarı, ümumiyyətlə suyun miqdarı dedikdə havada ümumiyyətlə 15% olur və bu 70%-ə tutalım ki, su buxarı yazaq. Necə qalxacaq 70% kimi maksimum, sonra sabit qalmış olacaqdır. Sonra deyək ki, suyun miqdarını yazdıq, su yazdıq, işığın intensivliyini yazdıq, temperaturda artacaq, sonra isə temperatur artdıqca artacaq, sonra yenə də sabit qalmış olacaq. Yəni, hər biri artdıqca artır, sonradan sabit qalmış olur.
Verilmiş fikirlərdə düzgün və yanlış olduğunu qeyd edin. Xlorofilin miqdarı sitoplazmanın tərkibi və yarpağın anatom fotosintez sürətinə təsir edən amillərdir. Bəli, bu fotosintez sürətinə təsir edən daxili amillərdir. Suyun üz olması aşağı olduqda yarpaqlarda və can zoğlarda ağacıqlar qapayıcı hüceyrələr bağlamağa başlayır. Bəli, artıq su itkisinin qarşısını almaq üçün bu proses baş verir. Havanın temperatur artması fotosintezin davamlı müsbət təsir göstərir. Xeyr, müəyyən miqdar artır, sonra isə azalmış olur. Yalnız suda yaşayan bitki ağacıq hüceyrələrinin vəziyyəti fotosintez təsir etmir. Düzdür. Fotosintez baş verməsi üçün işığın olması vacibdir. Düzdür. Fotosintez nəticəsində üzvü birləşmələrdən yalnız qlikoz alınır. Xeyr. Bu zaman amin turşuları da digər üzvü birləşmələri də alınmış olur. İşığın intensivliyi yüksəldikcə fotosintez sürəti davamlı yüksəlir. Xeyr. Yüksəldikcə yüksəlir, sonra isə sabit qalmış olur. Fotosintez çiçəkli bitkilərin yalnız yarpaq hüceyrələrində baş verir. Xeyr. Fotosintez çiçəkli bitkilərin, məsələn, cavan zoğlarının yaşıl hüceyrələrində də baş verə bilər. Yüksək temperatur fotosintez fermentlərin fəaliyyətinə təsir etmir. Xeyr, yüksək temperatur fotosintez fermentlərin fəaliyyətinə təsir edir. Onların fəaliyyətini zəiflədir. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.